də ki, baxın Kəmalə xanım, burada hər kəs çox böyük deyirlər ki, o insan əgər özü şəfa tapıbsa, nə üçün o böyük pulları yoxdur? Məsəl üçün deyir ki, öndə hər şey yaxşıdırsa, nə üçün o hələ də balaca evdə qalır? Maraqlı Belə bir sual verilir. Məntiqli sual. Deyir ki, misal üçün də əgər misal üçün o öz missiyasını tapıbsa, nə üçün yaxşı pullar qazana bilməyib? Və yaxud da milyonlardan danışırsa, niyə milyonu yox? Niyə yoxdur? Məndə yoxdur, məsəl üçün. İlahi planlama deyilən bir şey var. Tony Robbins məşhur koç. Bilmirəm, tanırsa yox. Məşhur koçdur. Bir seansı 1 milyon dollardır. 1 milyon dollardır və o Amerikada elə bir kütlə yığır ki, yəni onun milyonları var da, rahat bir, nə bilim, bir falan qədər milyonu var. Eyni işi mən də görürəm. Yəni, amma məndə o pullar hələ ki yoxdur. İlahi planlama deyilən bir şey var. Hər bir ruha sən gedəcəksən, milyonçu olacaqsan deyə bir şey yoxdur. Amma sən kasıb və acından ölən olmayacaqsan. Bax, bu çox önəmlidir. Öz missiyasını tapan insan ona aylıq filan qədər gələcək. Çox da gələ bilər, milyon da gələ bilər, 10 min də gələ bilər. Amma o çox kasıb yaşamayacaq. Bildiniz necə? O yemək üçün, produkt almaq üçün əziyyət çəkməyəcək. Pulların fikirləşməyəcək. Bugün bunu yedik, ay Allah, sabah heç nəyimiz yoxdur. Bu bizim insanlıqda bəlkə də bunun qiyməti, dəyəri azdır. Çünki hamı fikirləşir ki, ay, pulu çox olan xoşbəxtdir. Yox. Amma ümumi sistemdə, ruh sistemində, kainat sistemində, bu yaradılışımızda bu çox önəmlidir. Çünki hər kəs milyonçu olsa da onda tarazlıq qanunu hardadır? Onda insanların bir-birindən dərs alma qanunu hardadır? Mənim də bəlkə hər hansı bir keçmədiyim bir səviyyə var ki, mən o milyona gəlib çıxmamışam. Amma bir şey də var. Mən o milyonu istəmirəm. Mənə bəzən belə deyirlər, sən deyirlər kasıblıq psixologiyasında. Deyirəm, yox, kasıblıq psixologiyasında deyiləm. Mənə o icazə hələ yoxdur. Olacaqmı, olmayacaqmı onu bilmirəm. İstəmirəmə icazəniz yoxdur? İstəyirəmə yoxdur. İstəyirəmə yoxdur. İstəyirəmə yoxdur. Mənə məsəl üçün gəlir filan qədər məbləğ, indi day deməyəcəm. Bu filan qədər məbləği çox rahatlıqla, mən sevgi ilə, belə zövqlə qəbul edirəm və onun da o qədər bərəkəti var ki, o qədər bu da çox önəmlidir. Var pul necə gəldi, elə də xəstəliyə gedir, ona gedir, buna gedir. Amma pulun bərəkətli olmağı da çox önəmlidir. Amma məndə böyük məsəl üçün 500 min, 1 milyon istəmirəm də, gəlmir mənə. O beynimə gəlmir. Deməli niyə? O məndə yoxdur. O mənim məsəl üçün Kəmalə olaraq bu dünyaya gəlişimdə bəlkə də var, lap belə yüksəkdədir, bilmirəm, amma bugün yoxdur da, yəni bugün yox. Bugün yoxdur və mən bunu da problem eləmirəm. Yəni mən öz işimi görürəm, qazancım da var, zövq də alıram, özüm də çox xoşbəxtəm. Yəni bundan artıq mən nə istəyə bilərəm? Yəni mənim üçün bu okeydir. Yəni bu sualın cavabı budur ki, hər kəs milyonçu ola bilməz. Amma sən missiyanı görəndə, yəni missiyanı yerinə yetirəndə sən acından ölməyəcəksən. Mütləq ki, bəlkə sənin aylıq 500 manat qazancın varsa, sənə mütləq ki, hardansa əlavə bir 1000 manat, 2000 manat gələcək. Bu mütləq gələcək. Ya qohumun çıxacaq varı, ya sənin dostun çıxacaq, ya sənə hər hansı bir işlər verən bir insan olacaq. Yəni sən kasıbçılıq çəkməyəcəksən. Bax, budur missiyanın birinci növ, belə deyim də, funksiyası.